Narda gəzir. Oturun öz dərdinizi çəkin də. Ay bacı, dərdiniz yoxdur sizin. Hı? Yoxdur. Tuvaletə girəndə telefonu alır əlinə, tuvaletdə yazışır. Evə girənə qədər də bizdə də var. Blokda bir dənəsi var. Allahın adından da olsun, mən gələm görürəm orada danışır. Başlayır qışqırmağa. Evə qalxıram yazma, evə qalxıram yazma deyir. Oturun öz dərdinizi çəkin də. Ay bacı, sənə qurban olaram. Salam Zeyn və bədən, xoş gəlmişsən həyatım. Hə. Xoş gəlmişsiniz ürəyim. Yandıqlarından bilmirlər nə yazırlar. Bilmirsiniz nə yazarsınız? Hansı lazerə gəlsən? Diod yox. Aleksandrit Kandela. Nə çox yazdınız ay bacı, hansı lazerə gedirsən? Aleksandrit Kandela diod lazerdir ki. Arxadakı kişi kimdir? Ruhdur bacı, gəlib evimizə. Məni tək qoymur, deyir təklik Allaha məxsusdur. Kişi var arxada, salmış, evi kişi salmış. Az nə qatıq danışırsan az sən? Sənin ərin də elə. Ərim eləydi, boşadım, getdi. Dedim, qurbağalar ancaq göl kənarında olur, ancaq poxlu milçəkləri yeyir. Dedim, sən get poxlu milçəkləri ye. Tüpürdüyümü yalamadım. Sizi kimi də sığallayıb, çorabın yuyub başımın gözünün üstünə qoymuram. Gördüm, öz sənətindən əl çəkmir, bataqlığı sevir. Dedim, elə qurbağa bataqlıqda olub milçək yesə yaxşıdır. Göndərdim mən onu bataqlığa. Sən niyə mənim ərimin dərdini çəkirsən? Belə çox maraqlıdırsa, vallahi get xalqlarda işləyir. Neynim, sizi kimi tüpürdüyümü yalayım? Heç vaxt deyim, sonra o asfalta tüpürüm, sonra da 1000 dənə nəfər gəlib o tüpürcəyin üstünə keçsin, sonra da tüpürdüyümü yalayım sizi kimi pula görə. Biri də sevinərək, deməli payız ətirli xanımdır yəqin ki bu. Yazıb ki, valla özü yaşayıb bunu çox yaxından tanıyıram. Əlbəttə ki, yaşamışam. Mən demirəm ki, yaşamamışam. Hə, yaşamışam mən də. Mən də xəyanətə uğramışam, boşamışam. Yaşamışam. Burada gülməli nə var ki, gülürsənsə başıma gəlsin. Mən nə deyirəm ki, deyirəm yaşamamışam. Gülürsən başıma gəlsin. Sağ əlim olsun sənin başıma. Belə içdən güləsən inşallah. Kim ki kimin pis gününə gülürsə Allah başına gətirsin. Kim ki kimin, mənə demirəm, kim ki kimin pis gününə gülürsə Allah da Allah başına gətirsin. Nə deyim bacı? Qınandığınız yerdən sınanasınız. Yəni bu qədər gülməlidir ki, qarşı tərəfin, həm cinsinizin, yəni pis olub, ayrılıb, xəyanət üstündə boşanıb və sən gülərək, mən bunu tanıyıram, yaxşı olub, başına gəlib. Hə? Ay bacı, mən o yolları keçmişəm və gedib məndə. Ucu qutarıb, o streslər qutarıb, o günlər bitib. Başa düşdünüz? Bitib o günlər mən üçün. Mən heç kimin gedişi qorxuza bilməz. Heç kimin gedişi. Heç kimin gedişi qorxuza bilməz məni. Xəyanəti bağışlamaq olmaz, düz eləyirsiniz. Canımsan. Nə gündəsən, nə gündəyəm baxma da. Nə gündəyəm baxma. Nə məcburdur mənə baxırsan? Bəlkə xahiş edirəm gəl mənə bax. Qurban sənə niyə baxırsan? Get yaxşı gündə olanlara bax da, başıma dönərəm sənin. Çox qəribə insanlarsınız, həm zəhləviz gedir, həm də səhifəmdə yatırsınız. Səbəb nədir? Həm məni sevirsiniz, həm də baxırsınız, həm nifrət edirsiniz, həm də baxırsınız.
Aşkım burnum öz burnumdur. Çok qəribə insanlarsın. Çok çok. Salam, sen çok güçlü kadınsan. Canımsan, ürəyimsən. Deyirəm ki, Quran haqqı, bəzi insanlar çox acizdirlər, çox cılızdılar. Bəzi insanlar. Bax, burada mənə yazır ki, sənə nifrət eləyirəm. Yazırlar ki, sənə nifrət eləyirəm də. Amma mənim canlımdadır. Yəni canlı məcbur deyil, yəni məcbur heç kim sizi heç nəyə izlədə bilməz. Yəni gör necə aciz, xanım çox sağ ol. Gör necə aciz insanlarsınız ki, o bəziləriniz, o pis söz yazanlara deyirəm. Oturup canlımda yatırsınız. Ay bala gedin işinizi görün də. Bəs niyə yatmısınız mənim canlımda? Bitirər karvan keçər. Ay Allah. Leva çok sağ ol. Ürəyimə əziyyət çəkməm. Ara. Yo gec oldu. Hə? Yo sabahlarım qırxdı. Hara gedirik sabah? Bir gün. Salat eləmişəm, ye. Çox dadlıdır özdə. Çox dadlıdır, hə. Mənə bir dənə çay verə bilərsən? Qaynar istəyirəm amma. Hə, bacı qurban olsun sizə. Vüsalə, ay can. Necəsiz? Vüsalə, ay can. Nəsə sevinçlisən. Başlayaq yoxsa axşama saxlayaq? Salam, necəsiz? Siz effektsiz, lap gözəlsiz. Çox sağ ol sarı, öpürəm səni. Nərmanovda. Eləyək də aşkım, problem yoxdur. Başda onda. 30 donuzda. Bilmirəm, səndən soruşuram, ay ürəyim, səndən soruşuram. Deməli, gözəl xanımlarımız, bilirsiniz ki, istəyirsə 15'ində axşam aşkım, istəyirsən eləyək. Gözəl xanımlarımız, səni mən çağırdım da, ürəyim bura. Deməli, gözəl xanımlarımız, dəyərli izləyicilərimiz, mənə deyirsiniz ki, sən bu qədər yemək yeyirsən, bu qədər gedirsən mavi dənizə, mavi dənizdə löbür ötüşdürürsən, bəs necə arıqlayırsan? O gündən bəri mən deyirəm ki, mən zehin və bədənlə arıqlayıram. Arıqlama səbəbim zehin və bədəndir. Bax, bütün günü ürəyim istəyən qədər, özümə körlük vermədən, istədiyim qədər yemək yeyirəm, amma arıq qalıram. Bunun səbəbkarı kimdir? Bunun səbəbkarı zehin və bədəndir, qızlar. Zehin və bədənin səhifəsi yuxarıda qeyd olunub. Bilmirəm, loginin niyə bu dəyişib, bacı? Sən niyə loginini dəyişmirsən? Arıqlamaq istəyən xanımlarımız biodakı nömrə ilə əlaqə saxlasın. Canımsız, ürəyimsiz, gözəl bacımsız. Bax, qızlar, dəriniz sallanmır. Çox gözəl bir şəkildə arıqlayırsınız. Dəriniz sallanmır. Hələ qızlar, mən bu axır vaxtlar biraz, məsəl üçün, insanlar yemək yeyir. Mən bütün günü yemək yeyən xanımam da. Yəni, özümə körlük verən xanım deyiləm mən. Yəni, necə deyərlər, yeməyimə körlük verən insan deyiləm. Baxın, bəyəklarım 2 dənə bundan yemişəm. Çox dadlıdır da, bundan yemişəm 2 dənə. Sonra 2 boş qab salat yemişəm. Çox tezdən mavi dənizdə yemişəm. Dənizdə yemişəm. Dənizdə yemişəm.
Zehin və bədənin səhifəsi yuxarıda qeyd olunub qızlar. Əlaqə saxlayırsınız bizimlə bərabər. Artıq çəkidən azad olursa bu internet çıxardan da ki. Deməli qızlar, mən çöldə, bayırda, hər yerdə yemək yeyirəm və yemək yeyə də öz çəkimi qoruyuram. Zehin və bədən bir tək yataq tak-tuk eləmə də. Bir tək yataq xəstələrindən başqa hər kəsə arıqladır. Onkoloji xəstələri, aybaşı olmayan xanımlarımızı, onkoloji xəstələri, ondan sonra diabet xəstələrini, zobu olan xanımlarımızı, aybaşı olmayan xanımlarımızı, yeni doğulmuş mamaşalar, hamilə xanımlarımızı hər birini qəşəngcənə arıqladır. Fizikləri mükəmməl olur. Ayağa duraram bacı. Prosto. Ya. Durum ayağa. Mənim çəkim möhtəşəmdir də, yəni. Mən çox qəşəng arıqlamışam qızlar. Çox qəşəng. Ya artıq heç nəyim yoxdur da. Hamısı stroynudur. Hamısı gözəldir. Bədənim gözəldir. Heç bir sallantı yoxdur. Daş kimidir. Özü hələ məndə qızlar buna baxın. Mənim problemlərim var. Oran girməyə bəzi quturlar var. Mənə zəif yerimdən vurmaq istəyir. Ona görə o hissəyə girmirik. Baxın. Şişimi görürsünüz də. Baxın. Bax. Görürsünüz şişimi. Hələ mənim şişim var. Ona görə də hələ bu şişlə o məni arıqladır. Görürsünüz ödəmmi? Bədənimdə şiş var, su var. Gördünüz? Bax. Görürsünüz? Hələ bu şişlə Aytac məni arıqladır. Aytac xanıma qoşulub bölgesel olaraq arıqlaya bilərsiniz. O barədə danışmaq istəmirəm qızlar. O barədə danışmaq istəmirəm. Düşmənlərim var. Əslində mənim düşmənim yoxdur, amma məni özünü düşmən edən insanlar var. Nəysə, onlar da ağızlarına gələni deyəcəklər. Ona görə də ehtiyac yoxdur o barədə danışmağa. Gözəl və dəyərli izləyicilərim, mənim gözəl bacım, Aytacım, zehin və bədən məni arıqladan, məni gözəlliyimə qovuşduran, heç bir sallantı olmadan, heç bir dəri sallantısı olmadan, görürsünüz, heç bir dəri sallantısı olmadan, heç bir dəri boşalması olmadan sizləri arıqladır, sağlam bir şəkildə arıqladır. Mədəvinizdə heç bir problem olmur, evinizdə nə bişirmişsiniz hamısını yeyirsiniz, heç bir arıqlama çayından, heç bir arıqlama kofesindən, heç bir arıqlama detoksundan, heç bir diyetalı yeməklərindən, avokadodur, nə bilim, greyfurtdur, qızıl balıqdır, nə bilim, nə balıqdır, döş ətidir, soyutma kartofdur, belə şeylər yeyib qəbiz olmursunuz. Evinizdə nə bişirirsiniz, onu yeyirsiniz və arıqlayırsınız. Bir evin içində 3-4 dənə yemək bişirmədən, yorulmadan, idman eləmədən yalnız hərəkət mütləqdir. Hərəkət eləyə-eləyə, evinizi yığışdıra-yığışdıra, paltar ütləyə-ütləyə, qab yuya-yuya arıqlayacaqsınız. Gözəl və dəyərli izləyicilərim, bax, yediniz, qış boyu kökəldiniz. Arıqlama vaxtıda, ay qızlar, arıqlama, yeni kolleksiyamız gəlib, gözəl-gözəl paltarlarımız gəlib. Əgər gözəl görsənmək istəyirsinizsə, cavan görsənmək istəyirsinizsə, gözəlliyinizə gözəllik qatmaq istəyirsinizsə, şarmınıza daha çox şarm qatmaq istəyirsinizsə, cazibədar görsənmək istəyirsinizsə, mütləq Aytac xanıma müraciət edirsiniz zehin və bədənə. Zehin və bədənin səhifəsi yuxarıda qeyd olunub, adı Aytac xanımdır. Özü sözü bir xanımdır, özü də niqablı xanımdır. Sözünün üstündə durur, bir ayın içində sizi 10 kilo arıqladır. Bir aya 10 kilo çəki atmaq istəyirsinizsə, çəkinizi azaltmaq istəyirsinizsə, mütləq Aytac xanıma qoşulub mənimlə birlikdə bir aya 10 kilo arıqlayın. Ödənişi özündən soruşacaqsınız, zehin və bədənin səhifəsi yuxarıdadır. Bir də bir söz deyim sizə, qızlar, bunu da yadınızda saxlayın, səsimi də ekran kaydı eləyin, saxlayın. Sonra sabahsı gün deyin ki, ay Vüsalə xanım, bəs nə oldu, siz deyirdiniz bir aya 10 kilo arıqlayacaq. Mən sözümün üstündə dururam. Bir aya 10 kilo %100 garantili şəkildə sizi arıqladıram. Amma bir şərtlə Aytac xanımın dediklərini birə-bir yerinə yetirəcəksiniz. Diyeta saxlamayacaqsınız, çörək yeyəcəksiniz, şirniyyat yeyəcəksiniz, restoran yeməkləri yeyəcəksiniz. Ay qız, toya bayrama kələffürdür, xaçapuridir, nə bilim ay bacı, gürcü xəngəlidir, milli xəngəlidir. Ürəyiniz nə istəyir yeyəcək? Kərə yağından tutmuş, qaymağından, balından hər bir şey yeyib, amma
amma hərəkətdə olmalısınız. Yəni yeyib yatmaq yox. Yəni iş görəcəksiniz, bacı, evinizi yığışdıracaqsınız, paltarınızı yuyacaqsınız, paltar ütüləyəcəksiniz. Bax, belə şeylər eləyəcəksiniz. Demirəm, gedib idman eləyəcəksiniz. Yox, sadəcə olaraq hərəkətdə olacaqsınız. %100 garanti verirəm sizə ki, %100 garanti səsimi qayd edib saxlaya bilərsiniz. Aytaç xanımın dediklərini birə-bir eyni eləsəz, bir aya 10 kilo çəki atacaqsınız. Aytaç xanımın səhifəsi yuxarıda qeyd olunub, zehin və bədən. Əlaqə saxlayırsınız. Artıq çəkilərə bizimlə son deyirsiniz. Bizim marafona qoşulub artıq çəkilərə bizimlə son deyirsiniz. Hətta Aytaç xanım, bir xanım var idi ki, Aytaç xanım 130 kilodan 70 kiloya saldı. Az yeyib iş görürsünüz, arıqlayırsınız bacı. Arıqlayırsınız. Biri yazıb ki, ay Vüsələ yeyib iş görürdü, amma arıqlayırsınız. Arıqlamırsınız ki. Amma mən sizi yedizdirib arıqladıram. Belə gözəl görsənmək istəyirsinizsə, istədiyiniz paltarları rahat şəkildə əyninizə geyinmək istəyirsinizsə, mənimlə birlikdə Aytaç xanıma qoşulun, arıqlayın. Mən sizə %100 garanti verirəm. Mən sizə, bax, mən. Sizə elə gəlir. Əslində belə götürəndə mən danışıram. Az ürəyim alsa, gecə saat 12-yə qədər yemək yeyə bilərsən. Gecə saat 12-yə qədər yemək yeyə bilərsən, sərbəstdir bacı. Sizə demir yemək yemə. Sərbəst şəkildə gecə saat 12-dir. Gedin, oturun, yeməyinizi yiyin. Bəli, onu Günelin səhifəsinə yazın, ürəyim. Bioda Aytaç xanımın nömrəsi var, əlaqə saxlayırsınız, bizimlə birlikdə arıqlayırsınız. Çörək olar, heç var. Aytaç xanım həyatı boyu demir ki, çörək yeməyin. Bəli, mən verirəm, garanti verirəm. Amma Aytaç xanımı dediklər birə-bir eləyəcəksiniz. Mən şəxsən garanti verirəm. Mən garanti verirəm ki, siz %100 şəkildə arıqlayacaqsınız. Amma bir şərtlə ki, Aytaç xanımın dediklərini birə-bir eləyəcəksiniz. Buna bax, ay Allah, 0-0 fake səhifə gəlib. Cəmaatın çörəyinə bais olmağa. Mənim saf millətim necə də inanır. Get tullan da. Sənin şəxsiyyətin olsa, şəxsiyyətinlə çıxarsan TikTok'a. Gör necə sən şəxsiyyətsiz insansan ki, fake səhifə ilə gəlib burada söz yazırsan. Bəli, onkoloji xəstələr qoşula bilər, diabet xəstələri qoşula bilər, zobu olan xəstələr qoşula bilər, yeni doğmuş mamaşalar qoşula bilər, hamilə xanımlarımız qoşula bilər, aybaşı olmayan xanımlarımız qoşula bilər. Səhifə yuxarıda qeyd olunub, zehin və bədən. Attım bloka, ay qız fikir vermə Aytaç xanım. Qız, Aytaç xanımın səhifəsi yuxarıda qeyd olunub, qızları. Baxın, bir dənə söz deyim sizə. Aybaşı olmayan xanımlarımız, mən qolağımda niyə yiyirsən, mən gedəcəm axı indi. Mən də yesəm, iyi vuracaq mənə. Neysə. Neysə, nə deyəcəkdim yadımdan, yeməyə gördüm yadımdan. Nəsə deyirdim bacı. Skumbriya balığını gördüm, hər şey yadımdan çıxdı. Aybaşı olmayan xanımlar, yeməyə qarşı zəifim var da, dayana bilmirəm bacı. Yemək görəndə istər-istəməz yemək istəyirəm. O da ki, onu yesəm, skumbriya balığı yesəm, onun iyisi vuracaq. Ona görə çölə çıxacam, ayıbdır. Əlimdən nə qədər yusam da iyi gələcək. Onu yeməyim. Neysə qızlar, aybaşı olmayan xanımlarımız. Birincisi, bəylər xahiş edirəm çıxsın. Zaten Aytaç xanım bəyləri arıqlatmır. Əgər hal-hazırda canlı yayımda bəylərimiz varsa, zəhmət olmasa, mənim canlı yayımımı tərk eləyin. Çox-çox xahiş edirəm sizdən. Xanımlarımız ekrana yaxın otursun. Gözəl və dəyərli xanımlarımız, siz bir dənəsiz. Siz dünyada bütün gözəlliklərə layiq insanlarsınız. Deməli, aybaşı olmayan xanımlarımız bilirsiniz ki, yöndəmsiz bir şəkildə kökəlir.
Yəni bu yazıq onlarlıq deyil də, yəni bu yöndəmsiz bir şəkildə kökəlirlər. Çanaq balaca qalır, yəqin ki mənə haqq verəcəksiniz. Çanaq balaca qalır, sinə hissə və kürəklər şişir. Düzdürmü? Bax bu aybaşı olmayan xanımlarımızı belə Aytaç xanım arıqladır. Aybaşı olmayan xanımlarımızı belə Aytaç xanım arıqladır. Özü də düzdür yazıblar, can qurban olaram sizə. Aytaç xanım cavab verəcək. Zəhmət olmasa Zehin və Bədənin səhifəsi yuxarıdadır. Orayla əlaqə saxlayın. WhatsApp-ına yazın, biodakı nömrəylə əlaqə saxlayın, sizə cavab verəcək. Necə arıqladır? Onun özdə üsulları var, özünün üsulları var. O üsullar deyir, bax yemək yeyirsiniz. Yenə eyni qaydada çörəyinizi yeyirsiniz, eyni qaydada şirniyyatınızı yeyirsiniz, eyni qaydada evinizdə nə bişir götürüb yeyirsiniz. Amma evdə hərəkətdə olmalısınız. Demirəm evdə durun, səhər tezdən, axşam idman eləyin. Yox. Evinizi yığışdırın, evinizi silin, qabınızı yuyun, paltarınızı yuyun, paltarınızı ütləyin, tualeti təmizləyin, oranı təmizləyin, buranı təmizləyin. Yəni hərəkətdə olun. Yəni hərəkətsiz insanı arıqlatmır Aytaç. Bax deyirəm sizə. Aytaç xanımın səhifəsi də yuxarıda qeyd olunub. Əlaqə saxlayırsınız bizimlə bərabər. Artıq çəkinizə son qoymaq istəyirsinizsə, artıq bəsdir. Bu qədər kök olmaq deyirsinizsə və mart ayından gözəlləşmək istəyirsinizsə, martdan bilirsiniz də yeni kolleksiyalar gəlir, nazik paltarlar gəlir. Bu artıq qarındır, mədədir, qıçdır, qoldur. Başım boş buraxın, bacıl sizə qurban olsun. Az arıqlayın, gözəlləşin. Dana gözəlliyinizə gözəllik qatın. Dana bacıl sizə qurban olsun. Az sizin boyunuza, buxunuza, yarınıza, yaraşığınıza qurban olsun. Siz də arıqlayın. Siz də arıqlayın və gözəlləşin. Sən Allah bu Mələk Ağayeva bu falçılarını saxla. Falçılarını saxla. Məndən çox fala inanan yox idi. Sən Allah rədd elə. Rədd elə. Köpçü şeylər susambız. Hə, əsəblərim oynadı. Bax, yenə gəldilər. Onsuz da travmam var falçılarla bağlı. Hə. Qızlar, səhifə yuxarıda qeyd olunub. Aytaç, sənə qoşulandan mən fala inanmıram. Fərqindəsən bacı? Fərqindəsən Aytaç? Sənə qoşulandan mən falçıya getmirəm. Öz tərəfimə çəkdim məni də. Ay Səli, ay Səli. Hə, deməli şükür Allah, şükür içində olasa. Aytaç xanım özü niqablı bir xanımdır, özü sözü bir xanımdır. Allah onun ruzusunu yetirsin, Allah onun balaları ilə xoşbəxt eləsin. Amin inşallah. Ruzun başından belə axıb tökülsün bacı. Allah sənin hər zaman ürəyivə görə versin. Ürəyivin gözəlliyi həyatıva yansın inşallah. Çox gözəl bir insansan, çox gözəl bir. Yaxşı ki səni tanımışam həqiqətən də. Aytaç xanımın səhifəsi yuxarıdadır. Zehin və Bədən qızlar mənimlə birlikdə artıq çəkidən azad olmaq istəyirsinizsə, özü sözü bir xanımdır, anadolu Allaha. Həm psixoloji olaraq sizə yardım eləyir, həm özü psixoloqdur, xanımın özü psixoloqdur. Həm sizə həyatınızı necə düzənə soxacağınızı deyir, həm də sizi arıqladır. Həyat stimulunuzu artırır qızlar. Özünüzə dəyər verməyə başlayırsınız. Can, çox sağ ol, qurban olun. İnanırsınız, özünüzə dəyər verməyə başlayırsınız. Yəni özünüzü hər zaman ikinci plana atmışsınızsa, artıq ikinci plana atmırsınız. Hər zaman birinci olmağa çalışırsınız və bu da çox gözəl bir şeydir ki, sizi qabağa çəkir. Başa düşdünüz? Hər zaman siz birinci olmalısınız. Siz güzgünün qabağında dayanırsınız. Siz dəyərlisiniz. Dünyada bütün gözəlliklərə layiqsiz. Allah sizi hər zaman xoşbəxt eləsin. Əlbəttə ki olar, 10 yaşlı uşağı da arıqlatmaq olar. Yaşlı uşaq üçün müraciət edirsiniz. Aytaç xanıma narahat olmayın. Olur. Olur bacı qurban. Donursan. Ay qız, hələ megabaytla girmişəm. Ey bacı, inanırsınız? Hələ megabaytla girmişəm. Qızlar, Aytaç xanımın səhifəsi yuxarıdadır. Kökətmir, yox. Aytaç xanım yalnız arıqladır. Yalnız arıqlamaq istəyən xanımların nəzərinə. Büsü donursan. Düzələcək aşkım. Megabaytla girmişəm, hələ Aytaç, inansam. Gözəl xanımlarımız. 15 dəqiqə qalmır, ay ürəyim. Qutaraq özü. Hə, yaxşı, axşama saxlayaq. Tamam. Tamam, axşama saxlayaq.
Tamam, akşama saxlayaq. Bəli, ödənişlidir. Hə, sevgililər gününə, ay Allah, sevgililər gününə deyir 30 milli duxu 10 manat. Allah bazarı versin bacı. Sevgililər gününə 30 milli duxu 10 manata alıb mənə. Hə, tamam, yaxşı aşkım, yaxşı. Akşam 15 dəqiqəni davam eləyərik. Mənə baxın, sevgililər günündə şəxsən mənim sevgilim mənə 30 milli duxu alsa, duxunu başına çırparam onu. Duxu nə də az? Məsələn, sən bizdən. Allah ruzuğu getirsin bacı. Çoxlu duxu satasan. Amma sevgililər günündə yox da bacı. Cəmaət sevgilisinə nə alır? iPhone alır, qızıl alır. Nə bilim 101 dənə qızılgül alır. 101 dənə qızılgülün içində hədiyyələr qoyur, verir. Duxu nə də az? Məsələnin sən bizdən. Az sən Allah heç mənə o duxunu verməsinlər. Neynəmaz özümü alçalmış hiss eləyərəm. Quran haqqı mən özümü əziz hiss eləyərəm onda. Duxu nə də az 10 manatlıq duxu gətirsin, versin. Vallahi da bir pazarınızı öldürdü. Deyir pulum yoxdur. Az pulu yoxdur, sevməsin. Boy. Öldürdü, ne yazığı, ne olur. Öz aramızdır da. Duxu nədir? Allah ki, mən özümü əziz. Duxu nədir? 10 manata təsəvvür elə, sevgililər günündə oğlan sənə 10 manata duxu alıb. Oy. Allah uzaq eləsin. Allah uzaq eləsin. Allah yazmışsa olsun. Az 10 manat nədir? Məzələnirsiniz siz. Qəti şəkildə götürmürsünüz. Qəti şəkildə özünüzü alçaltmırsınız. Siz daha gözəllərinə layiqsiniz. Onu verən də yox. Az verməsin, sən Allah başına dəysin. Onu verəcəyinə heç nə verməsin. Üsü, bəs deyirsən sevgi pul deyil. Az, əlbəttə ki, sevgi pul deyil. Amma özəl günlərdə heç olmasa nəsə qəşəng səviyyəli şey almalıdır da. Elgünə sərf eləməyib, mənə yazır ki, necə səviyyə. Elgün sərf eləmədi, qaqam. Qaqamcan, aşağı dönərəm. Gid zibillikdə ot da. Neçəyə yaxın duraq, ay Üsü? Az şey də, bacı qurban olsun sizə. Ən azından bir sizə heç olmasa ən aşağı bir 33 sənə qızılgül alsın. Ən aşağıda, ən aşağı. Çünki sevgililər günündə gül mütləqdir. Ən aşağısı 33 qızılgül alsın. 33. Yəni 101-ə gücü çatmırsa, heç olmasa 33 alsın. Bir dənə böğrünə nə bilim 2 qramlıq, 3 qramlıq bir dənə braset alsın, qoysun. Və yaxud da yəni ya da ondan aşağı nə ala bilər axı sənə? Yəni ən aşağı yeri dedim ha mən sizə. Yəni bundan aşağı mümkün deyil də. Yəni 33-dən aşağı konkret düşmürsünüz ha qızlar. Yəni siz ərgənsiz, sizə 21 dənə qızılgül alıb gətirsinlər. Ərgənsiz, yaşınız, başınız var az, yaşınızdan, başınızdan utanmaz. Durub sizə, hələ mən 2-3 qramı mən elə belə qızlara dedim. Yəni, bu yaz. Hə. Mənim həcim var, yoxdur. Aldım, kabul etdim, oldu. İnşallah olar bacı. Allah sənin ağzından eşitsin ya Rəbbim, ya Resul. Ay Allah, bu qızın ağzından eşitdir, həcisi var. Aldım, kabul etdim, oldu. De eşit də ay evrən, sən də eşitmirsən bunların səsin. Eşit də. Eşitmir, vallahi eşitmir. Ciddi sən. Bax, nəyə and içsəm inanarsınız ki, yoxdur. Nəyə and içsəm inanarsınız ki, yoxdur. Bax, siz deyim, mən onu and içim, sizi inandırım. Eşidib, sən imkan vermirsən axı. Gəldi, mən qoymadım, ay qardaş, başa dönüm, ay bacı. Gəldi, qapımda yatdı, mən icazə vermədim. Salam. Hə. Yo, pul verməsin. Pul hədiyyə deyil ki. Pul hədiyyə deyil. Az pul nədir? Pul. Yo,
Kimin mənə pul hədiyyə versə mən özümü pis eləyərəm bacı. Pul nədir? Deməli gör sən onun üçün nə qədər dəyərsizsən ki, o vaxtın aparıb gedib sənə hədiyyə seçməyib. Pul nədir? Yox, mən pul qəbul eləmərəm. Yox. Mən pul qəbul eləmərəm Allah haqqı. Qızıl iPhone 17 Pro Max ən aşağı ala biləcəyi bir şey qızıl ola bilər. Ən aşağı 33 qızılgül, ən aşağı 33 qızılgül ha. Bir də ki qızıl. Yəni ən aşağı onu qəbul eləmək olar. Bacı qurban olsun. Ondan aşağı nə qəbul eləmək olar? Yo, pul yox, istəyir milyon versin. Yo. Özəl günlərdə hədiyyə mütləq az. Pul nədir az? Mənim direktim bağlıdır qadası. Can. Yo, pul yox. Pul hədiyyə deyil bacı. Pul nədir az? Pul xərcliyirsən çıxıb gedir. Kimə söz atırsan sən canım? Nərmin xanım, valla oğlaq bircisən, andal Allaha bilirsən ki, qoç birci qırmızıdır. Kimsə olsa kimdənsə elə dirək istəyərəm ki, bax mənim başım gedir. Deməli o vaxtı. Ay qız, neçənci il idi? Nə bilim ay qız, 2010 idi, 2011 idi. Dəqiq yadımda deyil də. Bax Allah, hələ də uşaqlarımın yadından çıxmayıb. Deyirləri, bəs evrən sənə siqnal göndərir, qəbul eləmirsən. Yo, yerim belli, yurdum belli. İstəyən adam gələr. Deməli 2011-ci il idi, 2010-2011. Deməli uşaqlarım hələ də var deyirdə onu. Deyirləri uşaqların yaddaşı güclü olur. Ay Allah. Gəlirəm. Ay qızlar, qoy bunun sözümü deyim, çıxım. Ay qız, yadımdan çıxıb, saat 6-dır. Gedəsi yerim var. Deməli, o vaxtı mənim bu uşaqlarımın dədəsi, bacısı evin remont eləyirdi. Yaxşı gəlirəm. Bir dənə bu sözümü deyim, çıxıram. Deməli, bacısı evin remont eləyəndə gəlib bizdə qalırdı. Bizim evimiz proxodnoy veriydi axı, hamıya açıq idi. Sosial yardım fonduydıq biz. Kimin evi remont olunurdu, gəlir bizdə qalırdı. Kimin dalından bir poxaysiya olurdu, gəlib bizdə qalırdı. Biz sosial müdafiə fonduydıq bacı. Evimiz elə idi. Gəlirdilər, yeyirdilər, içirdilər, eləyirdilər, sonra çıxıb gedirdilər. Biz deyildi də, nə bilim, nə deyirlər ona, ondan. Nəysə. Deməli bu sevənlər günündə bir də gördüm qapı döyüldü. Bacı. Bir də gördüm ki, bu uşaqların dədəsi girdi içəri. Uşaqların da qaçıb belə qapıya, ikisi də qızım da, oğlum da. Deyəm qapının ağzında. Qapını açdım ki, bir dənə əlində gül, dənə gül. Ay qız, dənəyi, dənə. Bir dənə belə gül, dənə gül. Bir dənə də bacı belə tortlar var, belə yumru tort da yox ha. Belə tort var, belə tort, belə. Uzun sov 7 manatda, 6 manatda, o vaxtdan əmin 2 manat idi, 3 manat idi. Bir də gördüm ki, bir dənə belə tort, bir dənə də gül. Sevənlər günündə bu uşaqların başı batmış dədəsi alıb gətirib mənə. Qapının ağzında bacı, and ola bizi yaradan Allaha. O gülü onun təpəsinə, tortu da belə yerə tulladım. Bir dənə beynim çöndü. Gəldim bu tərəfə. Odur, budur. Mənim uşaqlarım onu unuda bilməyib. Hələ də var deyirlər ki, atamızın başına sən gülü çırpmısan. Andola Allah. Yəni, mən də dedim ki, ay bala, sən niyə mənə güllə tort almısan? Mən niyə tort almısan? Sevgililər günündə bacı. O da qayıtdı ki, bacım burada qalırdı axı ona görə. Dedim, bəbəklərim aydın, sən bacım burada qalırdı. Sən mənə necə güllə? Ay Allah, düz bir ay danışdım da, bir ay danışdım. Yaxşı, gəldim. Bir ay danışdım, neysə qızlar, çıxıram mən, qız gözləyir. Bir ay danışdım ki, mənə niyə güllə tort almısan? Yaxşı, gəldim. Və heç vaxt o travmanı unuda bilmədi. Qızlar, axşam girəcəm canlıya, öpürəm.